Yine en çok sevdiğim yemeği pişireceğim. İşten gelmişim tez özüm atmışım ve o yemeği pişireyim. O gün soğan düştü. Hansı yemek? Tabii ki lobya spor. Aşında ay necə? Lala geç soğana, soğan yoktu. Sen o müqəddəs dədənin yoru. Gör müqəddəs kişinin arasına qədər almışdım ha. Daha önce qaynatdığım sümüğün suyudur. Tabii kolagendir. Yaşlanmanın qarşısına alır. Sümükləri bərk edir. İnsan organizmi için çok faydalıdır. Bu sümüğün suyu. Biraz bu vermişliğinden əlavə edəcəm. Çok biraz. Lobya özü de çok faydalı bir yemektir. Ümumiyyətlə lobya özü tek başına çok faydalıdır. Ətin suyu ilə də ikisi bir yerdə birləşəndə daha faydalı olur. Canımın qədrini eləmə, özümə baxıram. Görürsünüz, sonra mən deyirəm ki, sən necə belə cavan qalırsan? Özümə baxıram da, özümə baxıram. Uşaqlar lobya süpü yemir deyinə. Mən onlar üçün adil yemək hazırlayıram. 3 dənə belə göbələk var. Sonra indi bunu doğrayacağım. Sonra toyuğun sinə ətini doğradım. Demək bu soğanları yiyəcəm. Göbələkdir, toyuğun sinə ətidir. Bunları bir yerdə qovracağım. Öncə qaynadıram hər şey. Qaynadınca öncə göbələyin alçısı çıxsın. Bir yerdə qovracağım. Deyəcəksiniz ki, bu qədər faydalı bir süt pişirəcəm. Niyə uşaqlar yemir? Yemirlər də. Mən də istəyirəm yesinlər, amma yemirlər. Döy yedizdirim, neyini yem? Döy də bilməyəm, gücüm çatmır. Gücüm də çatmayanda gülmək tutur məni. Bunların yeməyi baxdırım var. Buna demək, kartuşka, göbələk, toyuğun sinə əti, soğanlı bir şey qovrurdum. Ən sonunda da qaynatdırdım. Onlar qaynasıdan necə bir söz. Özümdən öldürmüşüm, hə. Mən belə bir şey yoxdur. Belə bir yemək yoxdur, özümdən öldürmüşəm. Uşaqların kasına demişəm ki, bugün də uşaqlar üçün yeməyinə çıxardım. Deyə göndərib, amma mən yadımdan çıxıb. Şaşıb evdə yemək hazırladım. Deyəcəm mən çörəkdə bilmirsən. Yox valla. Tosu yadımdan çıxsa da bugün yemək hazırladım. Eyb yox. Sabahlan 100% aparacağım. Bir dilim qara çörək, İvanovka çörək. Sadəcə bunu yiyəcəm. Çörək işte başqa çörək yeməyəcəm. Of, ne güzel de. Çok qəşəngdir. Bunu qəşəng soğandan yiyəcəm. Prosto işə gedirəm. Denə soğan yemirəm. Ama işləməyənlər, evdə oturanlar yeyə bilər.